Məncə bu mövzu həqiqətən çox genişdir, çox əhəmiyyətlidir, çox həssas bir məsələdir. Amma biz elə yandan yanaşmaqla məşğuluq. Baxın, bu millətləşmə sürəci dediyimiz, millət inşası sürəci dediyimiz bir süreçdə əgər ortaq ad nədirsə, ortaq ədəbi dil nədirsə, ortaq tarix şuuru nədirsə, ortaq qəhrəmanlar və digər milləti yaradan komponentlər nədirsə, simvollarda odur. Və təəssüflər olsun ki, nə nəzəri baxımından, nə əməli baxımından bu məsələyə önəm verilməyib. Halbuki, baxın, millət nəzəriyyəsinin əsas 3 məktəbi var da. Modernist məktəbdir, əzəlçi məktəbdir, bir də etnosimvolçu məktəbdir. Bunlarla bağlı, bu 3-cü məktəb, etnosimvolçu o məktəb və əsas onların o təmsilçilərin adını verdi. Bir də adsızdan bir misal getireceğim. Dedik ki, həssas məsələdir, idrak vasitəsidir, özünü dərk etmək vasitəsidir. Və bunlar deyirlər ki, iddia edirlər və doğru da iddia edirlər ki, qədimdən yaranan o simvollar milləti deməli, o oluşturan əsas vasitələrdən birisidir. Təbliğat vasitəsidir, bugün də onu görürük. Düşmən niyə bizim bu dəyərimiz olan bu simvollara qarşı çıxır? Bu da bilinen bir şey. Niye Gəncə adını dəyişdirir ki, Rabat koyur, baş xarabdır? Yox, xarab deyil, o bilir. O bilir ki, bax bu ad da simvoldur və onu məhv etmək lazımdır. Milli kültür elementidir. Simvolsuz mümkün değil. Milli kültürü təsəvvür etmək mümkün değil. Bu bunların sözdür. Bir de adsızın, bildiğimiz adsızın çok güzel bir sözü var. Deyir ki, milleti millet yapan qaidələrin içinde milli simvollarda bulunduğu için bir milleti yıkmak isteyenler onun milli simvollarına da hücum ederler. Bunu biz dramatik tariximiz dövründe görmüşük de bilmişik. Ve devam edir. Bir toplumun milli simvolları olmadı mı artık sürüleşmiş demektir. Toplum sürüleşmiş, bildiğiniz yani hayvan sürüsüdür demek istəyir. Ve bu simvollara verilen değerdir. Gələk bizim əsas simvolumuza. Məlum olan şeyler demeyeceğim. İtiraz eləyəcəyim şey diyeceğim. Dostum Mehmetxan müəllim bu bayrağı dəfələrlə bizim söhbətimiz olub, soruluyor. Əvvələn bu tarixi abidədir. Tarixi abidə dəyişməməlidir. Tarixi abidə nə qədər tarixi olursa, nə qədər əski olursa o qədər qiymətli olur. Abidədir də bu. Və bunu değiştirmek artık milletin o değerlerine çok büyük bir zərbə vurmak demektir. Bir de o Thomson'un gelişinden filanla bağlı bir şeyler yazdılar, uydurdular. Bu həqiqətən bir nağıldır. Bu nağıldır, bunun esası var. 1905 var, 1907 var. Əli bəy Hüseynzadənin o yazıları var. Ve ben iddia edirəm ki, bizim bayrağımız en məntiqli bayraqlardan birisi. Çünkü milli doktrini ifade eləyir. Yani milli şuura sahibi olmayan bir halk heç nə qura bilməz deyir. Bu bizim göy rəngimizdir. Sonra çağdaş olmalıyıq və əsas da benim dostum Mehmetxan müəllimə düşməncəsinə baxmayın. Əsas da dediği odur ki, burada İslam niye olsun? İslam ona göre olsun ki bu Türkçülük irkçiliği olmasın. Bu nedir? Muasirlik, çağdaşçılık, kosmopolitizm olmasın. Dengeleyici bir güçtür. Ve bizim tariximizden çıkartmak mümkün değil. Bugünümüzden de çıkartmak mümkün değil. Bu sizin benim bayrağım değil ki. Bizim ailənin bir damğasını yaza bilərəm ya da özümün
xətrim istəyən bir dənə simvol deyə bilər, quraşdıra bilərəm, deyərəm ki, bu millətin bayrağıdır. Əvvəl millətin bayrağı oldu, sonra dövlətin bayrağına çevrildi və milli nədir? Doktrini ifadə edən bir bayraqdır. Bunu sorğulamaq məncə doğru deyil. İki, sorğulamaya gələndə tarixi abidədir, bu da himdir. Himni də indi hətta bir fikir verir, kütləvi şuur qəbul eləmir. Deyir ki, bir dəfə dedik qutardı da, bu bizim milli dəyərimizdir. Himnin sözlərindən bağlı deyirəm də, Əhməd Cavaddımı, yoxsa kimdir? Çünki tarixi dəyərdir. Bir vaxtlar Qulu müəllim bilir, 90-cı illərdə dedilər ki, daha gözəl yazmaq. Burada militarist ruh var, nə demək yəni, qan tökərik, filan eləyərik, daha çağdaş səslənən bir şey olsun. Bəs deyin, yetər bu çağdaşçılığa alüdə olmaq. Çağdaşçılıq, hər şeyə alüdəçilik pisdir. Hər şey normasında gözəldir. Və bunlar bir-birini dəngələyir və çox gözəl və bir daha mən əlbəttə ki, bunu şüar xatirinə demirəm, ən məntiqli bayraqlardan birisidir. Bir baxın da o digər dövlətlərin bayraqlarına, orada bir məntiq axtarırsan tapanmırsan. Bozqurd qorxusu. Baxın, tezislə deyim. Mənim hər yanda şir heykəli var. Görürük də. Bir vaxtlar keçən dəfə də danışdım mən, o Baksovetin sədrinin adı nə idi? Adı da yadımdan çıxır. Hacı Baba hər yana şir heykəli qoymuşdu o Bakıda. Bir dənə Bozqurd heykəlini tapa bilməzsiniz. Niyə? Bu da həmin siyasətin nəticəsidir. Bu da millət olma o çabasına qarşı bir siyasətdir. Və bugün də davam edir. Bu qorxu hardandır? Məncə onu izah eləməyə və bu barədə düşünməyə dəyər. Növbəti məsələ, bax, adlarımız, soyadlarımız, soyad sonluqları. Əski Sovet məkanında bir millət deyin ki, Ruslardan başqa. Bizimki kimi soyadda bu qədər belə təqlid olmasın, yansılama olmasın, Ovyev olmasın, ya da Zadə olmasın. Və məlum qərar oldu, əhalinin bir hissəsi dəyişdi, amma çox böyük bir hissəsi yenə qalır. Bu bir yana qalsın. 1934-cü ilə o Atatürk'ün soyad qanunu var. Həqiqətən inqilabdır. Kaş ki bizdə də elə bir qanun qəbul olunardı, 93 idi də soyad sonluqları falan məsələsində. Amma yarımçıq bir qanun verdilər. Yer adlarından bağlı, ben Mehmet Xan müəllimdən tamamilə razıyam. Güney Azərbaycandan olan bizim Həbib qardaşımız da dedi. Yer adlarını elə qəddarcasına dəyişdirirlər, elə təhrif edirlər ki, aşağılıq kompleksi yaratsın. Bizdə də elədir. Bu da bir tarixi abidədir və onun keşiyində durmalıyıq. Yazı qaydaları xüsusi bir məsələdir. Qulu müəllimin də burada iştirakindən istifadə edib, deyim də, dilçidir. Əlifbanı dəyişdik, nə gözəl. Latına keçdik. Amma Rus, Sovet yazı qaydalarından qopmaq istəmirik. Çünki Nazirlər Kabinetinin o qərarı var da, niyə bir məmur mənim yazı qaydamı müəyyən eləsin və milli ziyalı da protest olaraq onun əleyhinə getmək. Mən də eləyirəm. Məsələn, yazmıram 2026-cı ildə, yazıram 2026-da. Niyə? Çünki İngilizcədə də belədir. Beynəlxalq dillərin hamısında var. Amma Rusçada 2026 qod yazılır. Ya da deyək ki, baxın, xüsusi isimlər millət adı. Nədən bizim dildə balaca hərflə yazılmalıdır? Birisi izah eləsin. Onda yenə Rusça izahı var. Ruski narod deyirlər, Rusu demirlər, heç vaxt demirlər. Eşitdinizmi bir yerdə yazsınlar Rusu? Qədim dövr haqqında deyəndə, çünki onun da mənim nəzərimdə bir izahı var. Ruslar Skandinaviyadan gələn o Skandinav tayfaları idi. Ruski narod Rusa aid olan xalq deməkdir. Onun o nədir?
Təbaası. Ay sağ olun, çox təşəkkür edirəm. Hə, o mənada və Angliçani deyirlər. Deyək ki, çat deyirlər, Fransızı filan deyirlər, amma Ruski narod mütləq desinlər. Və bizdə də o cür, bax, Rusdan qalma, Sovetdən qalma o standartlar mövcuddur. Bu da o simvolik bir o temaya aid olan bir məsələ. Çünki milli simvol bir milləti digərindən fərqləndirən dəyərdir. Bu məncə bir belə deyək, ana fikir olaraq qəbul olunur. Nə deyək, milli simvol deyirik ya, bəzi adamlara mən təklif elədim, gəlin bu mövzuda çıxış edin, ziyalı adam da, sən də məsələ tapdın da. Müzakirə olmağa mövzumuz yoxdur mu? O qədər həssas bir mövzudur ki, biz buna əhəmiyyət vermirik nədənsə. Bax, bunun özü, yazıq, niyə Rus-Sovet mirası? Və bundan qorxmuruq. Növbəti, mən qorxuram indi bunu mənim deyəcək ki, yetər. Milli və dövlət günləri. Bu da simvollar mövzusuna aiddir. Rəsmi günlər. Nədən 20 yanvar hüzün günü olsun? Niyə dəsmal götürüb bağlamalıyıq? Yox, bu dirəniş günüdür. Çünki 20 yanvarda əli yalın insanlar Rus tankının qarşısında bir qəhrəmanlıq göstərdilər. Və bizim o milli günlərin çoxsunda elə məntiqsizlik var. 9 may nədən tətil günü olsun? Niyə? Bax, təzəcə oldu da. Çünki bu 9 may bizi Rusiyaya bağlayan bir körpüdür. Və Ruslar da həmişə istəyirlər orada parad keçirsinlər və əski Sovet məkanındakı o liderlər onların yanında olsun. Faşizm Stalinizmdən elə də pis deyil. Baxın, faşizm nə qədər qurbanla səbəb oldu, səbəbkar oldu filandı və Stalinizm nə qədər. Bir də faşizm uzaqdadır. Stalinizm bizim yanımızda idi. Burada nə olsun? 350.000 biz vətəndaşımızı itirdik. Anım günü olsun. Və anım günündə tətil olmaz ki. 28 may gəlir də. 28 may gününü Respublika günü elan eləmişlər, səhv eləmişlər. O gün mən o Ədalət bəyin o yubileyində dedim. Milli Məclisin az sayılı, gözəl işlərindən birisi də buydu. Cumhuriyyət gününü elədi müstəqillik günü. Bağımsızlıq günü olmalıdır ya da onun ərəb forması müstəqillik, eybi yoxdur. Niyə? Çünki biz monarxiyadan belə deyək, Respublikaya keçmədik, o Türkiye keçdi. Bizim üçün əsas, önəmli olan bunun o işğal rejimindən ya da müstəmləkədən bağımsızlığa keçməyiydi. Ali dəyər, istiqlaldır və doğru elədilər. O birisi də 18 oktyabrdır mı? İstiqlalın bərpası günü çox doğru bir qərar idi. Eşq olsun o qərarı verənlərə. Amma mən illərlə doğrusu bunu yazırdım. İndi mənə görə dəyişməyiblər şübhəsiz. Amma həqiqət budur da. Sonra birinci işğal, ikinci işğal. 27 Aprel bizim tariximizin ən qara günlərindən birisidir. Və o nədən bizim təqvimdə yer almasın? Bir daha dedim, bu özün dərk prosesdir simvol. Təqvimdə yer alan hər bir tarix həm də ya milli şuurun inkişafına ya da onun bərbad halına salınmasına təsir edir. Hətta biraz da uzağa gedib bir fikir deyim. Qulu müəllim, siz olmadınız burada. Keçən iclasda dedim və məqaləmdə də var o. Biz siyasi baxımdan bağımsızıq. Eyvallah, nə gözəl. Mənim yaşadığım olan insanlar bunu arzu edirlər. Mədəni baxımdan bağımsız ola bilməmiş. Onun işarələrindən birisi də bu Sovet mirasıdır. Və həftənin günləridir. Bunu dəfələrlə danışmışıq da, o sosial medyada filan da. Çərşənbə nədir ya? Yetər artıq ya çərşənbə. Bizim Həbib bəy hara getdi? Bu da Çərşənbə qala günü. Çaharşənbədir.
4 şənbə filan nə bilməm. Şənbə nədir? Və o dediyim mədəni bağımsızlıq, mədəniyyət sahəsində bağımsızlıq məsələsi hələ biz onu deməli o problemi həll etməmişik. Burada bir başlıq var, sırınmış simvollaşan tarixi. Yox, yarım başlıq var, sırınmış dövlət günləri. 9 may dedim. Neyse, keçin buna. Bakın, simvollaşmış tarixi qəhrəmanlarımız var. Bizim tarixten gelen bir hükümdarımız var idi, Sovet dövründə, Şah İsmail. Digərləri yox idi. Elə bir ki, hamısı qırılmışdı. Niye? Çünkü Şah İsmail bu şiəliyi simvollaştıran bir şəxs idi. Bizi Türk dünyasından ayıran resmi tarihçiliği elədirdi, elə düşünürdü vesaire ve onu getirdi. Heykellerimiz yok. At üstünde, hatta totemlerden, elə deyək, bizim o simvollardan birisi de tek bozkurt değil ki. Bu attı, bilmem, at üstünde heykel meselesi. Bakın bunu niye koydum ben böyle? Bu Roma əskəri. Qüruruna filanına baxın, belə böyüklüyünə. Ya da nədir Qarqasali, Vaqtan Qarqasalinin heykeline baxanda adam həqiqətən deyir ki, bu möhtəşəm bir adam olub, möhtəşəm bir hadisenin simvoludur da. Bizimkini bunu çox pis deyirlər. Ama ben çok pis deməyin tərəfdarı deyiləm. Bu da bir təxəyyülün məhsuludur da. At biraz, hem de Köroğlu deyir lirik bir saddır, aşıqdır filan da ona göre de. Ama resmi tarihçiliğin vəzifəsi yazdım alt başlıq olarak. Neydi? Sovet dövrünün resmi tarihçiliğin bir funksiyası var, bir vəzifəsi vardı. Bizim milli kimliğimizi bərbad günə salsın, bizi məzlum durumda saxlamağın bir amiliydi da. Çünkü tarih şuuru olmayan, milli şuuru olmayan bir halk müstakilliği istemez. Müstakilliğe can atmaz. Ve geçen bizim o çalışmaların birinde de dedik, yeni kahramanlar siyasi olmalı. Bakın, dünən birisi yazmıştı. Mabenda'ydı, neydi salonunda oldu. Siz yazdınız. Kulu müəllim, hansı salonda olacaksın o təşkilatın o ses vermesi? Mabenda'dı, nədir bilmirəm. Bakın, Tiflis'e ben bir şeye fikir vermişim. David salonu. Özü deyirsən, qurucu da yox. Bəzi yerlərdə böyük David filan yazılar. Tamara salonu, o bir salon, bu bir salon. Əslində qalanda bu David, bu da bir başka bir mövzudur. Tamara filan, o Qıpçaq ordusu sayesinde böyük oldular. Gürcü dövləti onda yarandı. Mərkəzi Tiflis'ten 6 əsir, Buluməli, bir bura lütfen. 6 əsir Ərəblərin mərkəzi oldu zaten. Tiflis. Ve Tiflis'i Gürcü dövlətinin mərkəzi eləyən bu bizim Qıpçaqlar oldu. Ve biz de, indi onlar belə düşünürlər də, biz de öz qəhrəmanlarımıza sahip çıxaqdı. Tek Şah İsmail deyil ki, bunun babası balaca kişiydi, özü uzunun biriydi. Uzun əsr. Ve gəlirəm ona. Başlıqda bir sual koymuştum. Biz öz simvollarımızı yeterince tanıyırıqmı? Sual mənfidir. Cavab mənfidir. Çok başlı. Bu simvollara yeterince ehtiyac ve saygı duyuruqmu? Çok büyük ihtiyaç var. Çok büyük hürmet olmalıdır. Ve bu işe daha artık dikkat getirmemiz gerektir. Ben bitirdim. Teşekkür ederim. Sağ olun.